Bismillahirrahmanirrahim. Allah'ın salamı olsun əhl-i beyt sevər müsəlmanlara. Əziz müsəlmanlar, 13 Cəmadiyyə Sani ayı xanım Ümmülbənninin vəfatı günüdür. Həzrəti Əli əleyhissalamın əyalı, Peyğəmbərin qızı Fatimə əleyhissalamın şəhadətindən sonra Həzrəti Əli əleyhissalam qardaşı Əqil ibn Əbu Talibə ona məsləhətli bir tayfadan əyal ixtiyar etməyi tapşırdı ki, Əqil onu seçsin. Çünki Əqil ibn Əbu Talib o zaman tayfaları çox yaxşı tanıyırdı. Ona nəsəbşünas deyilirdi. Əqil ibn Əbu Talib Fatiməni ona məsləhət gördü. Əsl adı Fatimə idi xanımın. Kimdir bu Fatimə? Atası Hüzam ibn Xalid ibn Amir, anası isə möminə və pakizə bir xanım Təmama binti Səhl ibn Amir idi. Həzrət Əli əleyhissalatu vəssalama o əqd olundu və xanım Fatimə 4 övlad dünyaya gətirdi. O övladların adları Abbas, Qasim, Cəfər və Osman idi. Onların 4'ü də Kərbəlada şəhid oldu. Amma xanım Ümmülbənin özü Kərbəla vaqəsində iştirak etməmişdi. Əsirlər Şamdan azad olunandan sonra, əsirlər Şamdan Mədinəyə qayıdandan sonra Ümmülbənin əsirləri qarşılamağa gedir Mədinənin girişinə. Və xanım Zeynəb Salamullah əleyhanı görür və onları Şamdan gətirən Nöman ibn Bəşiri görür. Üzünü onlara tutub buyurur ki, hanı Hüseyin? Hüseyin niyə aranızda yoxdur? Axı gedəndə o sizinlə birlikdə idi. Xanım Zeynəb Salamullah əleyha dedi, Ümmülbənin, sən oğlanlarını soruş, Əbbası soruş, Qasimi soruş, Cəfəri soruş, Osmanı soruş. Niyə məhz Hüseyni soruşursan? Ümmülbənin yenə soruşdu, hanı Hüseyin? Mənə Hüseynindən bir xəbər varmı? Xanım Zeynəb 3 dəfə bunu təkrar edəndən sonra Ümmülbənin gözəl bir cavab verdi ki, o cavab qəlbləri yandırır. Buyurdu, Əlinin qeyrətli qızı Zeynəb, mən səndən şahı soruşuram, sən isə mənə onun nökərlərinin məlumatını vermək istəyirsən. Bəli, belə bir xanım Fatimə Zəhra Salamullah əleyhadan sonra o evə layiqli bir xanım idi. Və Ümmülbənin təqribən hicrətin 64-cü ilində, yəni Kərbəla vaqəsinə 3 il sonra bu müddətdə daima Həzrət Əbbasın övladlarını götürüb Mədinəyə gələrdi. Peyğəmbər əleyhissalamın qəbrinin yanında olan Bəqidə ağlayardı və Allaha dualar edərdi, onların günahlarının bağışlanmasını Allahdan istəyərdi. Və hicrətin 64-cü ildə dünyasına vida elədi və qəbri də hal-haliyyədə Mədinənin Bəqi qəbristanlığındadır. Allah subhanahu və teala bizləri Peyğəmbər və əhl-i beytin şəfaatindən ayrı salmasın. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.